Bizdə hələ də o yanaşma var ki, bir insan kifayət qədər qocalmalıdır ki, müəyyən mövzularda danışma səlahiyyəti qazansın. Bizim ölkə müasir görünsə də əslində biraz yox, bir xeyli ənənəçi cəmiyyətdir. Ənənəçi cəmiyyətindən gənc lider biraz oksimoron kimi sayılır, uzlaşmayan anlayışlardır. Çünki bizdə hakim olan görüş, istər bürokratiyada, istər məişətdə insanların yaşlandıqca müdrikləşdiyidir. Yəni sadəcə bu düzdür, müxtəlif ziddiyyətli atasözləri var. Amma belə qəbul edilir ki, insan yaşlandıqca, bioloji olaraq yaşad olduqca onun paralel olaraq biliyi də artır. Bu da yenə köhnəlmiş bir görüşdür. Tutaq ki, 1000 il əvvəl bir kənddə, dünyanın çox da dəyişmədiyi bir yerdə yaşlı bir insanın yaddaşı, o dövrdə hard disk yoxdur, yazılı kitab yoxdur, yazıdan istifadə olunmur. Yaşlı bir insanın yaddaşı bütün o icmaya lazım olan məlumat deposu idi, bazası idi. Çünki o yaşlı insan yaşadığı ərazidəki iqlim dəyişikliklərini bilirdi, şəfalı bitkiləri, zəhərli bitkiləri tanıyırdı, heyvanların necə davrandıqlarını, mövsümlərin necə dəyişdiyini, bütün bu qanun uyğunluqları, təbii qanun uyğunluqları, həm də kəndin daxilindəki münasibətləri yaxşı bilirdi. Tutaq ki, xeyriyyəsi necə yola verəcəyinin alqoritmi onun yaddaşındaydı. Və kənar dünyada dəyişmirdi. Ona görə yaşlı insan həmişə bilik mənbəyi sayılırdı. Amma indi ki, dünya sürətlə dəyişib, bizdə hələ də o yanaşma var ki, bir insan kifayət qədər qocalmalıdır ki, müəyyən mövzularda danışma səlahiyyəti qazansın. Bunun biz bəlkə də belə birbaşa görə bilmirik, amma xırda-xırda təzahürlərinə hər addımda rastlamaq olur. Hətta belə bir vəziyyət yaranmışdı. Gənc bir mütəxəssis, bir Alman filosof haqqında məqalə yazmışdı. Yaşlı müəllimlərdən biri onun nömrəsini axtarıb tapıb zəng eləmiş ki, sən neçə yaşın var ki, filan filosof haqqında yazı yazırsan. Sən mənim qədər qocalandan sonra yaza bilərsən. Yəni bizdə belə düşünülür ki, əslində dəyişməz müəyyən nöqtələrdə müəyyən status sahibi insanlar var. Onların yanına şəhid kimi gənclər gəlməlidir. Usta-şəhid münasibəti ilə o gənclər nələrsə mənimsəməlidir. Həmin ustalar biolojik olaraq dünyadan köçüb gedəndən sonra artıq yaşlanmış şəxslər onların yerini tutmalıdır. O mənada mən düşünürəm ki, bizdə gənc liderlərə o qədər də tolerant yanaşılmır və biz çalışırıq ki, bir gənc yeni bir fikir irəli sürdükdə, ən azından öz fikrini deməyə çalışanda biz onu həmişə sustururuq ki, sənin yaşın neçədir, sən hələ böyüməmsən, mənim qədər böyü, bir ahıl yaşına çat, ondan sonra danışarsan. Ona görə bizdə gənclərin cəmiyyətin həyatında rolu təəssüf ki, çox deyil. Gənc təşəbbüskarın yaranması üçün nə lazımdır? Bir təşəbbüskar dəyər yaradır. Ya bilik dəyəri yaradır, ya iqtisadi, maddi dəyər yaradır. Dəyər həmişə olandan fərqli, əlavə deməkdir. Yəni bir alver məsələsi var, ticarət məsələsi var. Ticarət məsələsində istehlakçı var və istehlakçı var. Alverçi sadəcə arada vasitəçidir, körpüdür. O boşluğu görür və həmin boşluğu doldurur. Özü ora heç nə qatmır, heç nə əlavə etmir. Və bizdə təşəbbüskarlıq, sahibkarlıq əsasən bu şəkildə anlaşılır. Məsələn, kimsə Çində istehsal olunan bir məhsulun burada satışını uğurla təşkil edə bilirsə, ona uğurlu iş adamı deyilir. Var olanı təkrarlamaq üzərinə qurulub. Buna görə biz yeni bir məhsul, yeni bir fikir yarada bilirikmi, icad edə bilirikmi? Mən açığı onu görmürəm. Düşünürəm ki, təşəbbüskarlığın var olmaq üçün birinci şərtlərdən biri də insanların yaradıcı düşünə bilməyidir. O yaradıcı düşünə bilməyi də bizim ənənəvi cəmiyyətdə yaradıcı, yeni düşüncəyə qarşı müsbət münasibət yoxdur. Onlar sadəcə, dünya dəyişir artıq, çox sürətlə dəyişir, amma bizim fikirlər çox gec dəyişir. Fikirlərin inersiyası güclü olur, ətalətliyi böyük olur. Ona görə biz dünyanın sürətlə dəyişdiyini, bugünkü gəncin dünyanı bizdən yaxşı tanıdığını, informasiya kommunikasiya texnologiyalarından bizə görə daha yaxşı istifadə elədiyini
qəbul edə bilmirik və biz o dəyişən dünyada köhnə dəyərlərdən yapışıb qalırlar. Ona görə şirkətlərə baxın, yeni bir məhsul, yeni bir fikir, adi bir misal Azərbaycanda bəlkə də fiziklərin 90% yarımkeçiricilər sayəsində çalışır. Elmlər doktorlarından çıxan məqalələrin 90% yarımkeçiricilər fizikasına dairdir və vaxtilə bizdə müəyyən yarımkeçirici elektronik komponentlər istehsal olunub. Amma indi biz yarımkeçiricilərə dair hansısa bir məhsul istehsal edib bazara təqdim edə bilirikmi? Edə bilmirik. Yaxınlarda statistika açıqlanmışdı. Azərbaycan ixracatı ancaq kənd təsərrüfatı məhsulu idi və inşaat məhsulu idi. Yeni bir məhsulun uğurlu olmaq üçün cəmiyyətin özü yeniliyə açıq olmalıdır. O yeni bir metoddan istifadə etməyi, yeni bir məhsuldan istifadə etməyə maraqlı olmalıdır. Yəni tutaq ki, Amerikada bir BlackBerry ixtira olunubsa, bir Apple ixtira olunubsa, bu insanların onun hissə sənədini alması ilə, ona investisiya etməsi ilə, onda bir gələcək görməsi ilə dəstək qazanıb. Bizdə o şəkildə yeni yanaşma yoxdur. Digər tərəfdən gənc bir təşəbbüskar banklardan və ya digər qurumlardan lazımi dəstəyi ala bilməyəcək. Ona lazım olan peşəkar işçini tapa bilməyəcək. Bu gün bizdə insanlarda hələ də köhnədən qalma bir diplomlu, savadsız olma arzusu var. Məsələn, soruşursan, regionşünaslıqda oxuyur, ildə 4000-5000 manat o ixtisasa xərcləyir. Bu 4 il ərzində 20.000 manat deməkdir. Amma regionşünaslığın nə predmeti, nə metodologiyası yoxdur. Və o insan hələ də bilmir ki, sabah özünü universitetdən sonra harda görür. O özünə bir yer göstərə bilmir ki, məsələn, mən regionşünaslıq məzunu olaraq filan nazirlikdə və ya filan müəssisədə filan işi görəcəm, təqribən bu qədər məvacib alacam. Bunu görə bilmir. Amma bir şərt var ki, diplom olmalıdır. Bura Qərb universitetlərindən birinin rektoru gəlmişdi. O deyəndə ki, oğlu universitet oxumadı, universitet oxumamağı seçdi. İnsanlar çox təəccüblənmişdi. Dayanmadan soruşurlar, necə yəni, sizin oğlunuz universitet oxumadı? O da bunların təəccüblənməyinə təəccüblənirdi ki, oxumadı da, yəni nə var ki burada? İndi bizdə baxaraq peşə təhsili. İnsanlar peşə təhsilinə ciddi maraq göstərmirlər. Halbuki bizim bacarıqlı, qabiliyyətli ustalara çox ciddi ehtiyacımız var. O usta, bacarıqlı, qabiliyyətli usta da ortaya çıxanda, biri meydana çıxanda, baxırsınız ki, o bir şirkət qurub, internetdə, Instagramda və ya müxtəlif sosial şəbəkələrdə öz işini PR etməyi bacarmır. Yəni, elementar ICT bacarıqları, informasiya və kommunikasiya bacarıqları yoxdur ki, bir şirkət kimi kiçikdən başlayıb böyük bir xidmət şirkətinə çevrilsin. Ona görə bizdə praktik tətbiqi olmayan çox sayda diplomlu insanlar var, amma praktik bacarıqlar var ki, bizdə o çatışmır. Nəticədə o diplomlu regionşünas 300-400 manata özünün də sevmədiyi, mənasız bir işdə işləyəcək. Amma bizim insan gedib tutaq ki, bir mebelin xüsusi bir rənginin alınması üzrə rəng mütəxəssisini başqa ölkədən gətirib ona 8000 manat məvacib ödəyəcək, digər xərclərini də qarşılamaqla. Ona görə bu problemlər çox şaxəli problemlərdir. Yəni, cəmiyyətə aid olan problemləri tək bir faktordan başlayaraq düzəltmək olmur. Kompleks yanaşmaq lazımdır. Lap tutaq ki, bir usta bacarıqlıdır, bir şey. Mən danışdım usta ilə, o dedi ki, detalların qiyməti hər gün qalxır. Məsələn, bir misal verdi, dedi, bu detalı mən bu qədər vəsaitə alıram, mən bunu neçəyə satmalıyam ki, həm xərclərim qarşılansın, həm gəlir götürüm. Və etiraz eləyəndə də qiymətə adam deyir ki, bir nəfər gətirir, o da hamıya bu qiymətə verir, başqa şansın yoxdur, monopoliya. Yəni, biz eyni zamanda həm monopoliyanın qarşısını ala bilərikmi, həm təhsil sistemini çox effektiv hala gətirə bilərikmi, eyni zamanda sənayenin inkişafına dəstək verə bilərikmi, bir orqanik, dinamik inkişaf edən cəmiyyət yaransın. Universitetlərdən birinin mən proqramına baxdım, Computer Science proqramı idi, müzakirə edirdik. Orada o qədər əlaqəsiz mövzular vardı. Məsələn, bərk cismin fırlanmasına dair orada xeyli mövzular vardı. Mən soruşuram, bu Computer Science oxuyacaqsa, bunların kvant fizikasından xəbər olmalıdır. Çünki yeni çağ kvant kompüterlərdə ən azından elementar anlayışları bilməlidir. Yəni, bərk cismin fırlanmasını bu gələcək həyatında harada tətbiq edəcək? Yəni, bizim dünyanı anlamaq və onun ehtiyaclarına qarşı reaksiya vermə bacarığımız çox zəifdir. Biz
çox böyük ideyalardan yapışırıq. Amma o ideyaların sabah normal praktik həyatda nə cəmiyyətə, nə fərdin özünə çox da xeyri olmur.